Hər kəsə salam, ümid edirəm hər kəs yaxşıdır. Mən Alsu Kəngərli, ingilis dili müəllimi, buraxılış məşğələləri tədris edirəm və həm də General English dərsləri tədris edirəm. Və mənim bu yaxınlarda sürət qrupum açıldı. Hansı insanlar ki, müəllimsiz hazırlaşır və içində şübhələri var özü ilə bağlı, bilmir nəyi necə etmək lazımdır. Həmin bu qrupaya qatıla bilər, bu sürət qrupalarıma qatıla bilər. Bu nömrə yazmanız kifayət eləyəcəkdir. Və yaxud da müəllim yanına gedir, başqa müəllimin hazırlığına gedir. Amma yenə də hiss eləyir ki, əlavə çalışmaq istəyir bu uşaq, bu şagird, bu tələbə. Həmin o şagirdlər sürət qrupalarıma qatıla bilərlər. Və yaxud da indiyənə kimi disiplinsizlik eləyib, ümumiyyətlə oxumayıb və son 3 aya qalmış qərar verib ki, bu oxumalıdır. Həmin o şəxslər də bu qrupama qatıla bilərlər. Sıfırdan olacaq hər şey. Hər şey sıfırdan olacaq. Hər bir şey mənimlə birlikdə öyrənəcəksiniz. Bu videomuzda biz sizinlə birlikdə danışarıq 2026-cı ildə imtahanı olacaq olan 11-ci və 9-cu siniflər necə çalışmalıdır. Bu videonu o şəxslər üçün çəkirəm ki, məndən soruşsunuz ki, necə çalışaq birincisi. Başqa insanlar mənə yazır, deyir ki, mən çox çalışıram, ancaq nəticəm qalxmır. Belə söhbətlər olur və sərvələ axır. Belə yəni başa düşdünüz də nə kimi şeylər. Həmin o insanlara cavab olmaq üçün bu videonu çəkirəm və amma ən çox bu videonun səbəbkarı sürət qrupamın uşaqlarıdır. Çünki sürət qrupamın uşaqları ilə 11 dekabr saat 9-da, səhər saat 9-da Azərbaycan saatı ilə səhər saat 9-da 11 dekabrda ilk dərsimiz baş tutacaqdır. Bu arada dərslərin hər biri rekord olunur. Yəni 11 dekabrdan sonra qeydiyyatdan keçsəniz belə bütün dərslərin qeydini, yəni bütün dərslərin videosunu əldə edə biləcəksiniz. Həftədə 5 dəfə dərs keçəcəyik. Qalan 2 günü də 5 dəfə dərs, əlavə olaraq 2 günü də videolar atacağam. Əlavə nələr eləyə bilirəmsə hər birini eləyəcəm ki, yüksək bal alasınız. Bu şəkildə. Həmin o uşaqlar üçündür bu video daha çox ki, o söhbətlər olmasın. Mən çox çalışdım, ancaq balımı ala bilmədim. Elə bir şey mövcud deyil çünki. Sən çox çalışasan və yaxşı çalışasan və bal almayasan, bu mümkünsüz bir şeydir. Onu yadına saxla. Sən çox güman ki, nə edirsən? 5 saat oturursan kitabın başında və başlayırsan kitabdan baxışmağa. Kitab sənə baxırsan, kitaba baxırsan və vicdanı sakitləşdirirsən ki, mən oturdum kitabın başında və özün də bilirsən, əslində ki, sən çalışmırsan, yəni o deyilsən, onu özün bilirsən. Prosta sən onu özünə etiraf edə bilmirsən. Məsələmiz budur. Bəs yaxşı, biz necə eləyək? Nə çalışaq? Dediyim kimi, sürət qruplarım sizin köməyinizə gələcək. Çünki mənim sürət qrupalarım burada da yazmışam, səhv eləmirəmsə burada yazmışam. Bəli, mənim sürət qrupalarımdakı dərslər study hall kimidir. Yəni ki, necə? Əslində evdə eləməli olduğunuz şeylərin hər birini dərsin içərisində mənimlə birlikdə həll edirsiniz. Yəni insanlar daha çox, məsələn, dostunuz falan olsa, gedib yaxşı oxuyan dostunuz olsa, ona birlikdə çalışsanız yaxşı olar, amma bu çox vaxtı mümkün olmur. Ya yarıda qoyur insanlar, ya nə bilim də kimsə cədvəlinə uyğunlaşa bilmir falan. Amma həmin bu sürət dərslərimin müsbət cəhəti budur ki, bu mümkündür. Mənlə birlikdə oturursunuz, bircə çalışırsınız. Ən çox da həmin o uşaqlara müsbətdir ki, sınaq işləməyə qorxur o uşaq. Çünki bilir ki, onun nəticəsi aşağı gələcək və işləmir. Əslində sınaq işləmək cəsarət işidir. Bunu mən uşaqlarıma da deyirəm. Və həmişə də təşəkkür edirəm ki, uşaqlar, siz cəsarətlisiniz. Niyə? Çünki o uşaq bilir ki, sınaq işləməyən uşaq bilir ki, niyə işləmir? Çünki o bilir ki, nəticəsi az gələcək və nəticəni artırmaq üçün də çox çalışmaq lazımdır. Və necə çox çalışmaq lazımdır, onu da bilmir. Və çox çalışmağın necə lazım olduğunu bildiyi halda belə onu eləmir, çünki buna ərinir və yol uzun görünür ona. Amma düşünürəm ki, yanınızda professional olduqda bu sizin üçün rahat olur. Yəni bu şəkildə özünüzə bir şərait yarada bilərsiniz və yaxud da ki, şəraitiniz yoxdursa, mənim sürət qrupalarım sizin üçün ən gözəl seçim ola bilər. Bu şəkildə. Yadında saxla, sən dərsi bir dəfə ertələdinsə, axıra kimi də o cür gedəcəkdir. Bunu bilmək lazımdır. Dərsi bir dəfə deyək ki, ertələdim. Məsəl üçün, deyək ki, sənin 3-cü gün dərsin var. 3-cü gün hansısa bir dəhşətli bir hadisə baş verdi. Ümid edirəm elə bir şey olmaz, amma ola bilər ki, hansısa bir məsələ baş verdi və sən dərsini ertələməli oldun və uca 4-cü gündür. Sən artıq 4-cü gün, deyək ki, səhər saat 9:00-dan 11-ə kimi sənin dərsin var. Sənin bax, bu saatlarda dərsin varsa və 3-cü gün dərsini etməmisənsə,
Deməli sən 9-dan əvvəl oyanmalısan. Deyək ki, məsəl üçün dərs 2 saatlıqdır. 2 saatlıq dərsdir. Sən 3 saat əvvəlcədən oyan və bu 2 saatlıq videoya 3 saat vaxt ayır. Niyə? Çünki sən o videoya baxırsan, məsəl üçün videonun qeydinə baxırsan və oradan sən not çıxarırsan. Sən yaza videonu dayandır, öyrənə artıq o 3 saat olacaqdır. Və bunu elə. Məsələn, bəzən uşaqlara deyirəm ki, filan şey get, filan şeyi elə. Düzdür, mən tələbələrim elədir, çox şükür. Elə bir tələbələr gəlir məni tapmır, amma elə uşaqlar sosial mediada mənə çox insan yazır. Yəni mən görürəm bunları. Yazırlar, deyirlər ki, filan şey necə eləyək? Müəllimə deyirsiniz ki, bunu belin, amma buna vaxt gedir axı. Nətər olacaq? Bəsən ona məntiqsiz cümlədir sən qurursan. Özünə bir sual ver də arada. Yəni sən vaxt sərf eləməyə necəsə kimisə beyninə, sənin beyninə telepatik bir şəkildə məlumatların ötürülməsini mi istəyirsən? Hələ Elon Musk çip çıxartmayıbdı. Ona görə elə şeyləri yadından çıxart. Hələ ki çip yoxdur ki, beynimizə taxa və avtomatik olaraq məlumatlar bizə gəlsin. Yəni onun başını bıraq. Oturub sən vaxtını sərf eləməlisən və bunu öyrənməlisən. Konkret yəni bu cürdür. Bunu sən sərf eləməlisən, öyrənməlisən və 4-cü günü hazır bir şəkildə gəlməyə çalışmalısan. Deyək ki, heç bir şəkildə çatdırmadın, alınmadı, ola bilər, insanlıq halıdır. Bu halda sən özünü yetərsiz hiss eləməməlisən. Artıq, məsələn, buradakı cümlə biraz güclü bir cümlədir. Bir dəfə elədinsə, axıra kimi elə gedəcək. Ola bilər ki, bu dəfə ertələdin, bugün ertələdin. It's okay, ola bilər. Necəsə ol, yəni çox pis vəziyyətdə yəni çalışın, ertəliyin. Amma çalış ki, bir həftə ərzində sən o dərsi həll eləyə biləsən. Bir həftəni keçməsin. Və yaxud ki, 2 gün özünə vaxt ver, 2 günü keçməsin. Tamam. Bu şəkildə olduqca sənin üçün heç bir problemi olmayacaq və dərslərindən də geri qalmayacaqsan. Məsələn, deyək ki, 3-cü gün dərsinə baxmadın, 4-cü gün dərsinə gəldin, buna baxdın, artıq bunun dərsindən çıxandan sonra 3-cü günün dərsinə davam elə, falan fistan başa düşdün. Yəni bunu bir şəkildə et. Heç nəyə ertələmə. Sırf təkcə bu mənim dərslərimdən yox, mən bilirəm ki, çox uşaq belədir. Bunu edin bu şəkildə. Bir də dərsi dinləyə qeyd yazmaq. Xüsusilə bunu mənim dərsimdə etməyin və bunu bütün müəllimlərin dərslərində etməyinizi tövsiyə edirəm. Düzdür, hər bir müəllim baxır indi, elə müəllim olur ki, elə keçir dərs elə bil ki, atı düşüb də dalına, qaça gedir. Keyfiyyətə fikir vermir. Zaten elə müəllimi seçməməlisiniz, bu heç bu öz yerində. Məsələn, mən metodikamda, yəni mənim dərslərimdə belə bir şey var. Mən deyirəm ki, dayan, bir əlini saxla, bir gözlə. Dərsi dinləyə, qeyd yazma. Qoy mən sənə izah edeyim, sən onu başa düş, sən öz bildiyin şəkildə yaz. Məsələn, deyək ki, mən sənə dərsdə alma deyirəm, alma. Sən də bu almanı götürüb belə yazmırsan da, tez yazmaq üçün belə eləyəcəksən və belə bir şey çəkəcəksən ki, bu olur sən kodlaşdırman. Yəni hər bir insanın öz kodlaşdırması olur. Məsələn, kimsə sizin qeydlərinizə, notlarınıza baxanda heç nə başa düşmür bəzən. Niyə? Çünki sizin öz diliniz var da, öz beyninizə uyğun şəkildə kodlaşdırmısan, sən özün onu oxuyanda başa düşürsən ki, orada nə yazmısan. Bəlkə mənim izah elədiyim ki, mən elə şəkildə kodlaşdırıb izah eləyirəm ki, sən deyəcəksən ki, o mənim yadımda qalmır. Mən bəlkə izah eləyəndən sonra sən başa düşəcəksən, sən öz başa düşdüyün formada özünə elə kodlaşdıracaqsan ki, o sənin yadında qalacaq. Bu səbəbdən nə oldu? Məsələni əsas dərsi birinci dinləmək oldu. Dərsi birinci dinlə, mən sənə vaxt verirəm, narahat olma. Sən onu yazacaqsan. Qaçmırıq. Yaxşı? Bu şəkildə. Toplumdan seçmə sualları. Bəli, mən toplum hamısını işlətməyəcəm. Çünki 3 aya toplum hamısını işləmək bu bir mifdir. Toplum hamısını işləmək, listening, reading, vocabulary, writing falan hamısını inkişaf elətdirmək, möhtəşəm şəkildə öyrənmək bu bir mifdir. Tamam, bu yadınızdan çıxarın. Bu uçdu getdi. Həmin o vaxtlar geridə qaldı. Siz artıq seçmə sualları işləməlisiniz və sırf onlara fokuslanmalısınız. Yəni ayrı kənara baxmaq, əlavə bir şey işləməyə sizin vaxtınız yoxdur. Все, qutardı, o dövr getdi. Seçmə sualları işləyəcəksiniz, mən seçəcəm və onları mənim tələbələrim işləyəcək. Sizin müəlliminiz varsa onları işləyə bilərsiniz. Mən öz uşaqlarıma bu şəkildə işlədəcəm və yaxud da ki, deyək ki, sizin seçən bir müəlliminiz yoxdur, sualları seçən bir sekans nömrələr işləyəsiniz. Nə edirsiniz? 30-40 dənə hər fəndən ən azı 30-40 dənə test işləyin. Məsələn, deyək ki, bir dənə test topluda 200 dənə testi var. Çox gözəl olar ki, o 200-ünü də işləyəsiniz. Amma heç olmasa, məsələn, deyək ki, ürəyiniz bunu alır, işləyə bilmirsiniz, getmir, alınmır, disiplinə kıvamına türklər demiş. Həmin o vəziyyətə özünüzü gətirənə kimi bu metodikadan istifadə edə bilərsiniz, heç nə olmaz. Heç nə işləməməkdənsə bu metod yaxşıdır.
30-40 dənə deyək ki, test işləyirsiniz. Cəmi 30-40 dənə test işləyin. Və bu 30-40 dənə testin belə işləyin. Məsələn, 20 dənəsini testin ortalarından işləyin. Qalan 20 dənəsini də axırdan başlayın işləyin. Zaten bunları işləyəndə görəcəksiniz ki, əslində boşluğunuz var. Sualların bəzilərində boşluqlarınız çıxacaq. Başa düşəcəksiniz ki, yenə işləmək lazımdır. Avtomatik olaraq dayanmayacaqsınız, davam eləyəcəksiniz işləməyə. Amma davam eləməsəz belə, yəni bu heç olmasa heç nə işləməməkdənsə bunu işləmək sizin üçün yaxşıdır. Niyə əvvəldən başlamayın demədim? Dedim ki, ortadan və axırdan 20 dənə belə suallar seçin. Niyə belə dedim? Çünki sənə əvvəldə çox asan suallar verir. Düzün, topluda elə bir sual yoxdur, amma mən indi belə bir nümunə demək istəyirəm. Məsələn, sənə deyir ki, A artiklı verir və sənə burada variant verir. Məsələn, A variantında book sözüdür, B variantında Apple sözüdür. Bu şəkildə sənə veribdir. Sən də bilirsən ki, A artiklından book işlənir, ona görə gedib A variantını işarələyəcəksən, düzdür? Yəni belə sual düşmür əlbəttə ki, sizə, yəni elə belə izah eləmək üçün dedim. Yəni bu səviyyədə bu kimi sadə suallar olur testin əvvəlində. Ona görə oradan işləməyin deyirəm. Amma yenə deyirəm, gördünüzsə ki, bu da alınmır, yoxlayın. Hər şeyi yoxlayın. İmtahana kim nə qədər vaxtınız varsa, hər şeyi yoxlayın. Testin əvvəlindən 10 dənə test işlə, tut temanı ki, burada nədən söhbət gedir, onu bir başa düş. Sonra keç ortalardan işlə, sonra da düş axırdan işlə. Bu şəkildə. Ola bilər ki, məsələn, ortaya gələrsən, ortadan başlayarsan, ortadan işləmək sənin üçün çox çətin gələ bilər. Belə şeylər ola bilər. Bu şəkildə. Mən suallarımı elə şəkildə qurmuşam ki, sadədən mürəkkəbə doğru gedir. Həmişə onu deyirəm. Sadədən mürəkkəbə, çətindən, asandan çətinə doğru gedin. Sadədən mürəkkəbə, asandan çətinə doğru gedin. Yəni bu şəkildə etməyinizi tövsiyə edirəm. Deyək ki, dərsləri keçibsiz, 4-cü dərsə atıram tamamilə. Məsələn, 14 də ola bilər, 40 da ola bilər, 70-ci dərs ola bilər, fərqi yoxdur. Deyək ki, 4-cü dərsi keçdinizdə, siz müəllim 4-cü dərsi keçir, keçdi, gəldi və sən 4-cü dərsi öyrənməlisən, düzdür? Nə edirsən? 1-ci dərsi təkrar elə, 2-ci dərsi təkrar elə, 3-cü dərsi təkrar elə, ondan sonra gəl 4-cü dərsi sıfırdan öyrənməyə başla. Ona görəcəksən özündə fərqi. Yaxşı? Bunu istifadə et. Yox, sən bunu etməyəndə belə bir məsələ ortaya gəlir. Məsələn, 4-cü dərsə gəlsən, deyirsən ki, ayda 1, 2, 3-cü dərslər mənə yadımdan çıxdı. Mən bunu nətər eləyim? Təkrarı nə vaxtda? Sənin fikrin gedir şeyə. Təkrara gedim, plan qurum. Burada da ondan yazmışam. Plan qurum, nə bilim, nə edeyim, eləmə. Bugünün tapşırıqlarını elə, vəsə, oturub plan qurma. Sən o plan qurmağına, mən bilirəm ki, 1-2 saat vaxt sərf edirsiniz. Onu eləyəcəyinə, get həmin o 1-2 saatı gül kimi test işlə. Bu arada bəzi insanlar nə edir? Mövzunu öyrənmədən gedir test işləyir və testin üstündə mövzunu öyrənməyi çox yaxşı şəkildə qavramağı özünə hədəfləyir. Belə bir şey yoxdur. Gedib mövzunu öyrənməlisiniz, ondan sonra testinə qayıtmalısınız. Mən nə edirəm? Mən mövzu ilə testi paralel şəkildə aparıram. Bunu bacara bilsəsə, bunu da eləyin. Və buraya yazmışam ki, mənə güvən. Məsəl üçün, özünə oturub plan qurma. Sən özünə demə ki, mən sürət qruplarımın uşaqlarına bu aiddir. Demək ki, mən bu videonu belə eləyəcəm, bu dərsdə belə eləyəcəm, bundan sonra eləmə. Sənə nəyi verirəm, onu elə, əl çək. Ayrı heç nə eləməyinə ehtiyac yoxdur. Nə gözəl olar ki, gedib əlavə sınaqlar işləyəsən filan, onu eləyə bilərsən, okey. Amma birincisi mənim tapşırıqlarımı elədikdən sonra. Mənim tapşırıqlarımı elədikdən sonra sənin ürəyin nə istəyir et. Əmin ol, sənin üçün ən gözəl proqramını hazırlamışam. Və mən tez-tez uşaqlarıma söhbət edirəm. Mənim hətta anonim linkim var. Bir də anonim link nə işə yarayır? Elə uşaqlar olur ki, problemini sənə birbaşa üzünə deyə bilmir. Həmin o uşaqlar üçün mən anonim link, yəni ki, kimliyini görmürəm ki, onu kim yazıbdır. Həmin o uşaqlar daxil olur, ora problemini yazır. Mənə birbaşa problemini deyə, zaten gəl şəxsiyyət nömrəmə WhatsApp-a yazır da, orada problem yoxdur. Amma mənə kim ki problemini deyə bilmir ki, çəkinir də, utanır. Düzdür, mən elə bir şərait yaratmıram. Heç bir şəkildə, heç bir uşağıma demirəm ki, və bu videonu izləyən bütün müəllimlər ki varsa, onları da səslənirəm. Heç vaxt elə bir şəkildə hərəkət etməyin ki, mən sənə bunu izah etmişdim, sən bu sualı mənə niyə verirsən? Bunu belə kobud şəkildə deyirəm. Mən sakit-sakit oturub burada izah edirəm. Bu çox kobud şəkildə edirlər. O uşaq sizə sual vermir. Sual verməyən uşaq heç vaxt öyrənə bilməz. Və mən uşaqlarıma həmişə deyirəm, yenə deyirəm sizə də burada, nəyisə 50 dəfə də olsa soruşun. Mən 50 dəfə oturacağım, 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə, düz 50-yə kimi izah eləyəcəm. 49-cu izahımda olsa belə sən onu başa düşəcəksən. 50 dəfə izah eləyəndə hər dəfə fərqli nümunələr deyəcəm, amma sən onu başa düşəcəksən. Yaxşı? Düzdür,
əsasən elə olmur. 50 dəfə izah verməyə ehtiyac olmur. 2-3 dəfə izah veririk, bir dəfə izah veririk, qurtarır. Çünki maksimal şəkildə artıq sadə dili bilirəm ki, uşaqların dili necədir, o şəkildə onlara hərəkət edirəm. Yenə də bunu demək istədim. Ürəyiniz istəyən hər bir şey soruşa bilərsiniz. Əmin olun ki, soruşmadığın hər sual qabağına çıxacaq imtahanda və sən çox peşman olacaqsan. Yaxşı? Sənin bu dərslərə gəlmək səbəbin sual verməkdir. Yaxşı? Bu şəkildə. Gəl görək. Buradakı məsələ nədir? Hə, mənə sual verilir. Deyir ki, müəllimə, bu sürət qruplarına sonradan qatıla bilərəmmi? Məsələn, sırf listening üçün qoşula bilərəmmi? Qoşula bilərsiniz. Bu arada ödəniş paketləri mən videoda izah eləmişəm sürət qrupasını elan eləyəndə. Ora gedib baxa bilərsiniz. Qatılmaq olar. Sonradan başlamaq olar. Amma onu yadına saxla ki, insan bədəni süngər kimidir. Necə? Maçalka da süngər. Sponge. Sən maçalkanı sıxanda ya da ki süngər olmasın, salfetka olsun, suyu nətər çəkir öz-özünə, yavaş-yavaş çəkir elə, həzm eləyə. Bax, sən bədənində, beynində, qulağın ən təhlükəli yerdir biraz. Ən təhlükəli deməkdir, beyninlə qulağın təhlükəlidir. Hətta kimsə speaking çalışırsa, məsəl üçün onun danışı, ağzı süngər kimidir. Qulağımız listening üçün süngər kimidir. Beynimiz yadda saxlamaq üçün qaydaları süngər kimidir. Sən onları yavaş-yavaş götürürsən, o sənin yavaş-yavaş yadında qalacaqdır. İndi o yavaş-yavaş sənin yadına qalacaq. Yavaş-yavaş həzm eləyəcək. Yemək yəndə birbaşa doyduğunu hiss eləmirsən. Biraz müddət keçir, ondan sonra hiss eləyirsən ki, sən doydun. Və nəyisə yadda saxlamaq üçün gərək biz onu 8-12 dəfə görək. Ona görə siz dərslərdə görəcəksiniz ki, mən bir sözü 50 dəfə deyirəm. Onu əmin olun ki, sizi incitmək üçün, ya da ki, başımın xarab olduğu üçün elə eləmirəm. Mən fərqindəyəm bir sözü dəfələrlə dediyimin. Sadəcə olaraq, mən də bura bir video, bir SS qoyacağam. Mənim bir tələbəm mənə nə demişdi? Bunu tələbəmin icazəsi olaraq paylaşıram. Tələbəm sınaqdan çıxmışdı, OTK-nın, yoxsa güvənin, yadımda deyil. Sınaqdan çıxıb və mənə geri dönüş eləyir. Görə bilərsiniz. Sözlərin tərcüməsində falan ancaq səssiz canlanırdı beynimdə. Məsələn, bir sual gəlirdi, məsələn, bir söz fikirləşirdim ki, bunun tərcüməsi necə olur? Sözlərin tərcüməsində falan ancaq səssiz canlanırdı beynimdə. Məsələn, bir sual gəlirdi, məsələn, bir söz fikirləşirdim ki, bunun tərcüməsi necə olacaq? O dəqiqə dərsdənsə bir alıntı ağlıma gəlirdi. Çox qəribə bir şey idi. Özüm də şoka düşürdüm ki, mən necə belə bir şey yadımda saxlamışam sizin səsinizi. Çox mükəmməl bir şey idi amma həqiqətən. Və həmin bu tələbəm deyirdi ki, məsəl üçün özümdə bəzi şeyləri gördüm sınaqda. Ona görə deyirəm, sınağı ya evdə keçirdin, ya da ki, sınağa hökmən gedin. Baxın, zəifli tərəflərinizi görün, güclü tərəflərinizi görün. Hansı tərəflərinizi inkişaf elətdirsəz, daha çox qabağa gedə bilərsiniz. Hansı tərəflərinizi inkişaf elətdirsəz, daha yaxşı olar. Məsələn, hansı tərəfləriniz zəifdir, bunları görəcəksiniz. Bu şəkildə. Belə. Videonu burada kəsirəm. Çünki yadımdan çıxmışdı. İndi edit eləyəndə gördüm. Biz yemək yeyəndə dilimizi bəzən dişləyirik. Elə bir insan yoxdur ki, dilini dişləməsin. Arada bir olur. Ayda ildə bir dəfə. Bu deməkdir ki, sən yemək yeməyi pis bilirsən. Sonra qayıdırsan mamana ya da ki, papana ya kiməsə deyirsən ki, mənə yemək yeməyi təzədən bir də sıfırdan öyrət da. Mən yemək yeməyi unutmuşam. Dilimi dişlədim. Bu bilirsiniz nəyə oxşur? Bəzi uşaqlar gedir, qaydanı işləyir, test işləyir. Deyir ki, test işləyə bilməm. Qaydanı yaxşı bilirəm. Yəni yemək yeməyi bilirəm, amma yemək yeyə bilmirəm. Dilimi arada bir dişləyirəm. Yəni ki, arada bir testdə səhvim çıxır. Sən mövzuya necə ki qayıtmırsan, mövzuya qayıdıb baxa bilərsən əlbəttə ki, yadından nəsə çıxıb. Amma soruşum qaydanı deyə bilir də uşaq. Sadəcə olaraq testi tətbiq edə bilmir. Praktikanı elə, praktikaya fokuslan. Sən nəzəriyyə hissəsini bilirsən, praktiki hissəsini bilmirsən. Bunu eləməkdən çəkinmə. Səhv eləməkdən çəkinmə. Əmin ol, başa düşdüyün hər bir səhvin imtahanda sənin qabağına çıxacaq. Əmin ol deyirəm. Həqiqətən deyirəm. Mənə güvən. O OTK sınağına gedəndə mənə deyirdi ki, müəllimə, sizin dedikləriniz eləcə mənim qulağımda çınlayırdı dediklərinizdə, yəni qulağımda səslənirdi. Yaxşı ki, hər şeyi o qədər çox tez-tez deyirdiniz. Yəni mən bilirəm ki, bir uşaq mənim səsimlə nə qədər bezsə, məsələn desə ki, müəllimə bunu dərsdə o qədər deyirdi ki, o səsindən müəllimin bezmişdim. O şəkildə nə qədər desə, bu yaxşı bir şeydir əslində. Çünki deyəcəkdir ki, məsəl üçün filan qaydanı deyirdi, filan düstur deyirdi və
mən bezirdim. Artıq deməli düstur yadında qaldı. Başa düşdün? Yəni mən onu əslində bezdirərək onun yadında saxlamağına səbəb oluram. Bu şəkildə və yaxud da ki, elə olur maraqlı bir momentlər baş verir uşaqlarla aramızda və həmin o momentlərdən uşağın yadında qalır, eləyir. Çalışıram ki, maksimal şəkildə sizin yadınızda qala biləcək şəkildə dərsləri eləyim. Bu şəkildə. Və ən önəmli hissələrdən birisi, sualı özünə tam başa sala bilmirsənsə, kifayət qədər bilikli deyilsən. Sən sualı izah eləyəndə onu sən özün hiss eləyirsən. Sən onu ürəyində başa düşürsən. Sənə o deyir, başa düşürsən ki, içdən-içə, sən onu tam başa düşməyibsən. Sən onu özünə tam başa, belə başa salsan. Hə, bu A variantı, hə, bu belə, hə, B variantı, hə, C variantı, hə, belə elə yox. A variantı falan səbəbə görə mətndə falan yerdə falan səbəbə görə falan şeyə görə səhvdir. B variantı falan şeyə görə falan səhvdir. Bu səviyyəyə gəlmək mümkündürmü sürət qruppaları ilə? Mümkündür. Necə? Hər gün çalışmaqla. Bu şəkildə. Və mən sizə bu videonun axırında, əslində bu videonun desin əvvəlini göstərməliydim. Ümid edirəm ki, sınaqlar işləyibsiz. Biz şəxsən mən öz uşaqlarımla birlikdə həm çox sınaq işləmişik, proqramını da qutarmışıq, təkrara da keçirik. Öz hazırlıq məşğələ avqust ayında başladığımız uşaqları nəzərdə tuturam. Həmin o uşaqlarla birlikdə çox böyük bir yollar qət eləmişik və çox gözəl ballar əldə edirik hal-hazırda. Bu şəkildə. Və paylaşıram da hətta kim ki sınağa gedir və mən nəticəsini alır, atır. Onları da paylaşıram. İndi mən sizə göstərmək istəyirəm ki, 11-ci sinifin və 9-cu sinifin imtahanı nə formada olacaqdır. Baxın, 11-ci siniflərin bu 2 martda keçən il 1-ci zonadır. Listeningin sualları baxın 3 dənə qapalı, 3 dənə açıq şəkildə düşür. Sonra 7-ci sualdan düz 22-ci suala kimi qrammatika sualıdır sırf. Daha sonra sizin üçün mətin sualları gəlir. Mətin suallarından 1, 2, 3, 4 dənəsi qapalıdır. Qalan 4 dənəsi açıq şəkildədir. Ballarınızı hesablamaq üçün yaza bilərsiniz. Google-a gedin yazın. OTK hesablama yazın. Hesablama və oradan hesaplamaq olar. Belə şəkildə hesablaya bilərsiniz. 11 sinif açıq sualların hər biri 5.4 bal verir. Yəni ki, belə yazı tələb eləyən hamısı 5.4 bal verir. Qapalı sualların hamısı isə 2.7 bal verir. Bu 11-ci sinif belə görünür. Bu isə 9-cu sinifdə. 9-cu siniflərdə isə baxın bu şəkildə 4 dənə qapalı listening sualı düşür. Daha sonra belə çıxılı mini mətnlər olur. Bu mətnlərin məntiqi bilsiz nədir? Normal mətn işləyəndə belə suallar olur. Mail about mətn əsası nə haqqındadır? Bax, bu sual tipindən buradakı balaca mətnlərin məntiqi eyni işləyir. Həm bu balaca 3 dənə mətn olur. Daha sonra bir dənə belə mətn olacaq. Və burada 8, 9, 10, 11, 1, 2. Qalan hamısı, yəni hamısı qapalıdır burada. Bu şəkildə olacaqdır. Düz 13-cü sualdan etibarən 12-ci sualı açıq şəkildə kodlaşdırırsınız. 13-cü sualdan düz 25-ci suala kimi qrammatika sualıdır. Və 26-cı sual isə şəkil sualıdır. Bu arada kimin ki problemi var, yaxşı, bunu birazdan deyərəm. 26-cı sual esse sualıdır. Esse sualı bax bu qədər bal verəcək. 16,675 bal verir. Qalan bütün suallar isə 3.3 bal verir. Yəni bax burada dedim ki 12-ci sual açıq sualdır. Bu da 3.3 bal verir. Buradakı variant sualda 3.3 bal verir. Sadəcə olaraq fərqli bal verən bax budur. Başa düşdün essədə. Ümid edirəm izah eləyə bildim bunu da. İndi isə qayıdıram bura. Əgər ki kiminsə listeningdə problem varsa, listening playlistim var. Gedin ora. Çoxu yerdə eşitməyəcəyiniz məsləhətləri sizə vermişəm. Qrammatikada probleminiz varsa, əksəriyyətini çəkmişəm. Bəziləri var, çəkməmişəm. Çalışacağım ki, yüklüyüm. Vaxt həqiqətən yoxdur paylaşım etməyə. Həqiqətən çox məşğulam. Amma əksəriyyətini çəkmişəm. Yəni readinglərdə, mətnlərdə onun üçün çox gözəl videom var. Writing videolarımı lap çox sevirəm. Bölmüşəm writingi. Part 1, Part 2, Part 3, 3, 4, 5. Səhv eləmirəmsə 5 dənə videodur. Sırf writingi ayırdığım. Bəzi writingləri də sınaqların içərisində, sınaq izahları da verirəm. Onların içərisində writing videolarını da, writing izahlarını da görə bilərsiniz. Bu şəkildə. Gedib həmin o hissələrə baxın. Всё. Yəni bu sizdə düzələcək. Məncə demək istədiyim hər bir şey dedim, bitirdim. Əlavə bir sualınız olarsa
kommentlərdə verə bilərsiniz. Görsəm ki, video çəkməyə ehtiyac var, onları video şəklində cavablayaram. Dərslər üçün bu nömrəyə əlaqə saxlamağı unutmayın. Sürət qrupları çox mükəmməl bir şansdır. Bu şəkildə. Hər kəsə uğurlar. Və videonu da bəyəndinizsə, bəyənməyi, kanala abunə olmağı, komment yazmağı unutmayın. Təşəkkür edirəm. Sağ olun. Özünüzə yaxşı baxın.